İllərlə bir evin parçası olub, illər sonra isə qorunmalı mədəni irs nümunəsi kimi qiymətləndirilərək muzeydə yeni həyat qazanıb. Zamanın sınağından keçən bu Qarabağ xalçasının ailə evindən muzey eksponatına çevrilmə yoluna nəzər salırıq. Bunu mən Şuşadan, nənəm toxuyub bunu. Mən Şuşadan bunu evimə gətirdim. Bir də gördüm qapı döyüldü. 2 nəfər gəldi ki, bəs o xalça Qarabağ xalçasıdır. Dedim, bəli. Dedim, Şuşadandır. Ah, elə bu bizə lazımdır. Sonra mənə Lətif Kərimovun yazısını göstərdilər ki, onun göstərişi ilə biz şəhərləri, rayonları gəzirik, axtarırıq. Bəs o xalçanı biz versəniz, apararıq muzeyə. Sizdə indi uşaqlar oynayır, süzülüb biraz. Onu siz bərpa eləyə bilməyəcəksiniz. Ancaq biz onu bərpa eləyib yaşadacaq. Bu eksponat Milli Xalça Muzeyinin əsas fond kolleksiyasında qorunan 30-dan çox xanlı xalçasından biridir. Qarabağ xalçalarının zəngin kompozisiyalar arasında xanlıq adlı çeşid xüsusilə seçilir. Ağ çiçəklər kimi də tanınan bu kompozisiya xalçaya estetik dəyərlə yanaşı simvolik məna da yüklüyor. Gölün ətrafında ağ çiçəklər deməli, amma onlar dəstəgül şəklində tərtib olunub və bu ağ çiçəklər onu göstərir ki, xalça bahar fəsli, yaranışla, oyanışla bağlıdır və xalçanın bu ağ çiçəklər olan hissəsində, yəni onların sonluq hissəsində, yəni bir güldan, dekorativ, həndəsləşmiş güldan elementi də təsvir olunub. Xalçanın bütün bu keyfiyyətləri onu göstərir ki, yəni xanlığı yaradan rəssam və o yaranandan sonra xalq tərəfindən sevilə-sevilə toxunmasının əsas səbəbləri onun çox xoş və hər ailəyə, hər insana sevinc gətirən simvollarla zəngin olmasıdır. Maraqlı tarixçəyə malik, mənalı simvollarla zəngin olan xalça hazırda muzeyin fondunda xüsusi şəraitdə mühafizə olunur. Elmi tədqiqatların obyekti kimi müxtəlif beynəlxalq sərgilərdə nümayiş olunaraq Azərbaycanı, xüsusilə də Şuşanın qədim sənət ənənələrini dünyaya tanıdır. Bu xalça da məhz 1975-ci ildə Azqalanteriyadan alınıb. O zaman bilirdiniz ki, müəyyən insanlar ayrılır Azqalanteriya işçiləri adından. Oba-oba, kənd-kənd gəzib, evlərdən xalçalar yığılırdı. Məhz bizim alınma sənədimizdə Azqalanteriyanın qeyd olunması da onunla bağlıdır ki, bu xalçanın onlardan almışıq və çox yaxşı olardı ki, biz bundan sonra qeyd eləyəcəyik ki, bu xalçanın əsl sahibəsi kimdir və kim tərəfindən toxunulubdur. Beləliklə, bir xalçanın Şuşadan başlayan tarixçəsi əslində çox şeydən xəbər verir. Bu həm də millətin öz keçmişinə sahib çıxmasının, sənətin zaman və məsafə tanımadığının bariz nümunəsidir. Fəridə İsmailova, Zahir Zahidoğlu, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.